Bir kadın nice hekayələrlə ölümünü dayandırdı. Bir zamanlar çox qədim bir ölkədə gücü və qəzəbi ilə tanınan bir kral yaşayırdı. Bu kralın adı Şəhriyar idi. Bir gün onun dünyası dağıldı. Sevdiyi qadın ona xəyanət etmişdi. O gündən sonra Şəhriyarın içində bir şey qırıldı. O artıq qadınlara inanmırdı. Və o andan etibarən qərar verdi. Hər gecə bir qadınla evlənəcək, səhər isə onu öldürəcəkdi. Beləcə illər keçdi. Qorxu sarayı bürüdü. Heç kim bu kralın qarşısında dayana bilmirdi. Ta ki bir gün çox fərqli bir qadın meydana çıxana qədər. Onun adı Şəhriyazadə idi. O başa düşürdü ki, bu kralı qılınçla dayandırmaq mümkün deyil. Amma bəlkə sözlərlə mümkündür. O gecə Şəhriyazadə kralın sarayına gəldi. Hamı onun öldürüləcəyini düşünürdü. Gecə başladı. Sükut ağır idi. Amma Şəhriyazadə danışmağa başladı. Bir hekayə, bir şahzadə, bir sir, bir xəyanət və yarımçıq qalan bir son. Kral qulaq asdı. Hekayə bitmədi. Sabah davam et, dedi kral. Və Şəhrizadə sağ qaldı. Səhər oldu, amma o ölmədi. Çünki kral hekayənin sonunu bilmək istəyirdi. O gecə ikinci hekayə başladı. Sonra üçüncü, sonra dördüncü. Hər gecə yeni bir dünya açılırdı. Cinlər, padşahlar, sehirli şəhərlər, səyahətlər. Kral artıq qəzəbini unutmağa başlamışdı. Çünki hər hekayə onu başqa bir dünyaya aparırdı. Günlər keçdi. Həftələr, aylar. Şəhrizadə hər gecə biraz daha yaşadı. Hər gecə ölüm biraz daha uzaqlaşdı. Bir gecə kral anladı ki, o artıq əvvəlki insan deyil. Qəzəbi zəifləyib. İçində bir şey dəyişib. O qadına baxdı və ilk dəfə onu düşmən kimi yox, bir insan kimi gördü. Şəhrizadə isə hələ də danışırdı. Amma artıq qorxudan yox, ümiddən danışırdı. İllər keçdi və bir gecə Şəhrizadə danışmağı dayandırdı. Sükut oldu. Kral ona baxdı və dedi, artıq səni öldürə bilmərəm. Çünki o başa düşdü ki, bu qadın onu dəyişmişdi. O qılınçla deyil, hekayələrlə məğlub edilmişdi. Bu hekayə bizə bir şeyi öyrətdi.